Salam əziz dostlar. Bugün nəqliyyat, turizm, Azərbaycan bu mövzu ilə əlaqəli bir sıra suallarına baxacağıq. Demək, ümumilikdə 15 sualdır, hamısı da qapalı suallardır. Birinci sualımız belədir. Dünyada dəmir yolu xətlərinin uzunluğunun çox olduğu ölkələr, təbii ki, əsas böyük ölkələrdir. Daxili rayonları arasında fərqin böyük olduğu əsas ölkələr seçilməlidir. Yəni dünyada hansı ölkələrdə bu sahə yaxşı inkişaf edə bilər? Təbii ki, Rusiyada, Amerika Birləşmiş Ştatlarıdır, Kanada, Çin kimi ölkələr. Yəni bizim cavabımız C variantında öz əksini tapıb dağlıq ölkələr, nisbətən sahəsi kiçik olan ölkələri burada biz çıxacağıq. Demək, cavabımız C variantı olmuş oldu. Sonra ikinci sual. Daha çox yük dövriyyəsinin malik olan və Atlantik Okeanı sahillərində yerləşən limanlar. Burada biz bir baxaq. Singapur Atlantik Okeanı sahilində deyil. Bunu çıxırıq. Demək, Marsel limanı Atlantik Okeanı sahilindədir. New Orleans da həmçinin doğrudur. Şanxay yenə Atlantik Okeanı sahilində deyil. Bildiyiniz kimi Çinin şərqindədir. Singapur da elə özü müstəqil bir ölkədir. Onun limanı da dünyaca məşhurdur. İldə təxminən 25 milyon gəmi məhz bu ərazidən ötüb gedir. Demək, Şanxay da yanlış oldu. Osaka və New Orleans limanları doğrudur. Biri ABŞ-a, Osaka isə Yaponiya məxsusdur. Marsel Fransanın idi. Bu Fransa. Yeni Orleans ABŞ-dır. Amerika Birləşmiş Ştatları. New York yenə ABŞ-a məxsusdur. Və Osaka limanı isə Yaponiyadır. Yaponiya. Marsel Fransadır. Aralıq dəniz sahilləri, yəni Atlantik Okeanına məxsusdur. Los Angeles Sakit Okean sahillərindədir. Amerika Birləşmiş Ştatlarının bu yanlışdır. New Orleans, Yeni Orleans yenə qalmış oldu. Berlin Almaniyada yerləşir. Amma liman şəhəri deyil, əsas Hamburqda, Almaniya liman şəhəri. Singapur da burada yanlış ifadədir təbii ki. Demək, New Yorkdur, Hamburqdur və Marseldir. Bunlar doğrudur. Hamburq Almaniyanındır, New York Amerika Birləşmiş Ştatlarının. Marsel limanı isə Fransanın, demək, Aralıq dəniz sahilində yerləşən limanıdır. Demək, cavabımız oldu Y variantı. Keçək növbəti suala. Xəritə sisteminə əsasən Avrasiyada beynəlxalq turizmin daha çox inkişaf etdiyi ölkələri müəyyənləşdirin. Demək, baxırıq burada beynəlxalq turizm, təbii ki, İspaniya birinci gələcək, Fransa ilk sıralardadılar bunlar hər ikisi. Demək, bir də Türkiyəni buradan misal göstərə bilərik ki, demək, Aralıq dəniz sahil ölkələrində turizm daha yaxşı inkişaf edibdir. Digər ölkələrlə müqayisədə təbii ki, Pakistandır, Monqolistandır. Bu Pakistan, Monqolistan və demək, burada düzdür, indi baxırıq, məsələn, Qazaxıstan, bu Mərkəzi Asiya ölkələrində o qədər də əlverişli təbii şərait yoxdur. Çünki kontinental iqlim bu ərazidə yəni ki, inkişafa mane olur. Həm də ölkələrin iqtisadi inkişafı bəzən turizmin inkişafına da təsir göstərir. Çünki turistlərə göstərilən xidmətin keyfiyyəti yüksək olmalıdır. Demək, 1-3-5 cavab olacaq. Cavabımız 1-3-5-dir. Demək, D variantında öz əksini tapıb. Sonra növbəti sualımız bizim dördüncü sualdır. Dördüncü sual, İran körfəzindən Yunanistana gedən bir neft tankeri Süveyş kanalından öncə hansı boğazlardan keçir? Əgər İran körfəzində yerləşirsə, İran körfəzindən sonra o keçməlidir Hörmüz boğazından. Hörmüz boğazından Atlantik, Hind okeanına daxil olur, Hind okeanına, Oman körfəzinə, oradan Ərəbistan dənizinə, sonra gəlib, demək, Ərəbistan yarımadasının və Afrikanın arasında yerləşən Bab-əl-Məndəb boğazı vasitəsilə, demək, burada elə cavab məlum oldu zaten. Bab-əl-Məndəb boğazı vasitəsilə keçir Qırmızı dənizə, Qırmızı dənizdən isə demək, Qırmızı dənizə, oradan da Süveyş kanalına, oradan da Aralıq dənizinə daxil olur, yəni Atlantik Okeanının dənizinə. Cavab C variantıdır, demək, belə. Növbəti sualımız 5-ci sual. Keçək 5-ci sualımıza. Qara dənizdən Şimal dənizinə çıxış imkanını verən gəmicilik kanallarını müəyyən edin. Qara dənizdən Şimal dənizinə gedən gəmicilik kanalları çaylar vasitəsilə mümkündür. Bilirsiniz, Qara dənizin yəni ki, ərazisindən Dunay çayı vasitəsilə biz hərəkət edə bilərik. Reyn-Main kanalı vasitəsilə Reyn çayına daxil olub, oradan isə Şimal dənizinə çıxış əldə etmə imkanına sahibi, yəni cavabımız bu yolla C variantı olmuş olacaq. Sonra 6-cı sual, Frakt üsulunun tətbiq edildiyi nəqliyyat növü, təbii ki, bu dəniz nəqliyyatıdır.
su nəqliyyatı, yəni gəmilərin əsasən icarəyə verilməsi və ya başqalarının yükünün daşınması yolu ilə əldə olunan gəlir hesab olunur. D variantı. Hava nəqliyyatının başlıca üstünlüyü 7-ci sualda təbii ki, uzaq məsafələrə tez xarab olan post məhsulları və qiymətli əşyaların daşınmasında, eyni zamanda uzaq məsafələrə sərnişinlərin daşınmasında istifadə olunur ki, uzaq məsafələrə daha az vaxtda çatmaq mümkün olduğu üçün məhz demək bu sadaladığım demək məsələlərdə hansı ki tez xarab olan məhsulların çatdırılması, post məhsulların çatdırılması daha tez olmalıdır. Eyni zamanda bəzən iş səyahətləri və yaxud turistik səyahətlərdə insanlar vaxtlarının çox hissəsini yolda itməsinə razı gəlmirlər. Bu səbəbdən daha uzaq məsafələri daha qısa vaxt çərçivəsində qət etməyə çalışırlar ki, bu fürsəti də onlara məhz hava nəqliyyatı tanımış olur. O səbəbdən hava nəqliyyatının uzaq məsafələrə, qitələr arası xüsusilə sərnişin daşımada geniş istifadə olunur və dünya bu sahədə dünya birincisidir. Sonra bizim növbəti sualımız Azərbaycan hansı rayonlarında el istiqamətli turizm inkişafına imkan vardır? Bizim dağlıq rayonlarımızdır əsasən bunlar. Çünki orada həm dağ turizmi, meşə landşaftı mövcuddur. Yəni təbii mənzərələr, hansı ki insanlar demək, sakit bir həyat şəraitinə malik olan, təbii mənzərələri, gözəl mənzərələri olan demək, ərazilərə üstünlük verirlər. Bu Şəki, İsmayıllı və Şamaxı rayonları ola bilər. Biləsuvar isti və quraq ərazidə aranda yerləşir. Bu yanlış ifadədir. Ağsuda həmçinin isti ərazinin nisbətən Kür çökəkliyində, Göyçayda. Ucar eyni zamanda bu xüsusiyyətə malikdir. Sonra Bərdə də həmçinin, yəni bu üstündən xətt çəkdiyim rayonlar xüsusilə turizmin inkişafında həddindən artıq geri qalan demək rayonlarımızdır və bizdə bu sahə o qədər də yaxşı inkişaf edəməyib, bu qırmızı xətlə xətlədiyim rayonlar. Demək, 9-cu sualımız Azərbaycanın xarici, bunun cavabını qeyd eləmədik, A variantı idi, yəni ki, Azərbaycanın xarici iqtisadi əlaqələri üçün səciyyəvi olmayan cəhət. Demək, 9-cu sualda neft və neft məhsulları ixrac edir. Bu doğru fikirdir. Demək, balıq kürüsü ixrac edir. Bu da doğrudur. Pambıq lifi və xam ipək ixracı doğru ola bilər. Tərəvəz və meyvə şərab ixracı doğrudur. Kapital ixracı bu yanlışdır. Əsasən Azərbaycan kapital ixalatçısıdır ki, xarici ölkələrdən Azərbaycana investisiya qoyulur. Məhz biz buna çalışırıq ki, xarici şirkətlər Azərbaycana investisiya qoysun və Azərbaycanda müxtəlif təsərrüfat sahələri inkişaf eləsin ki, monosentrik təsərrüfat polosentrik təsərrüfatla əvəz olunmuş olsun. Sonra Osmanlı-Astara dəmir yol xəttinin keçdiyi inzibat rayonlar. Demək, Osmanlı-Astara dəmir yol xətti Salyandan keçir. Sonra Respublikamızda Neftçala rayonundan keçəcək, Cəlilabad rayonundan. Demək, 1-5-6, 1-5-6-nın olduğu variant isə Y variantıdır ki, demək Salyan, Neftçala və Cəlilabad rayonlarının ərazisindən keçmiş olur. Bu demək nəqliyyat vasitəsi demək Y variantıdır. 11-ci sualımız demək Pekindən Londona kimi uzanan dəmir yol İpək yolunun bir hissəsi belə adlanır. Bilirsiniz, İpək yolu vaxtı ilə at və dəvə ilə gedilən yol idi. İndi isə dəmir yol vasitəsilə o köhnə yolun bərpasına çalışılır. Hal-hazırda Pekindən şərq istiqamətinə Avropa ölkələrinə yol çəkilir ki, bir hissəsi də Azərbaycandan keçəcək. Azərbaycanda hal-hazırda bilirsiniz ki, Türkiyə ərazisinə qədər dəmir yol mövcuddur. Hansı ki, o Bakı-Tbilisi-Qars dəmir yoldur. Ki, o yol məhz bu yolun bir hissəsini təşkil etmiş olur. Yəni, Azərbaycan ərazisini, Türkiyə ərazisini birləşdirəcək Gürcüstan ərasindən keçməklə. Bu yol bizdə mövcuddur zaten. Sadəcə o həmin yol bura birləşdirilməlidir. Ərzurum qaz kəməridir. Bakı Ələt Astara Azərbaycan daxilində demək yerləşir. Sonra Bakı Qazapoti limanına çəkilən boru kəmər nəqliyyatıdır. Bakı Subsa. Sonra Bakı Batumi Ceyhan da bilirsiniz Bakı Tbilisi Ceyhan boru kəməridir. O səbəbdən bizə dəmir yol lazımdır. O da Bakı Tbilisi Qars dəmir yoludur. Sonra növbəti sualımız 12-ci sual. Xəritə sxeminə əsasən Respublikamızda suvarma əkinçiliyinin üstün olduğu ərazilər müəyyənləşdirək. Baxaq, burada suvarma əkinçiliyi Respublikamızın çökək ərazilərindədir. Təbii ki, birincisi biri olacaq.
Demək, 1, sonra 2-dir Gəncə Qazax düzü. Sonra biz burada 4'ü seçməliyik. Samur dəvəçi balığını. Təbii ki, cavabımız olacaq 1, 2, 4. 1, 2, 4'ün olduğu variant isə D variantında öz əksini tapıb. Digər ərazilər dağlıq ərazilərdir. Ona görə onları biz çıxacağıq. Demək, orada suvarma mümkün deyil. Çünki meyilliyi çox, həm də rütubət kifayət qədərdir. Xəritə sisteminə sizə 13-cü sual. Xəritə sisteminə sizə müvafiq olaraq qərzəkli, çəyirdəkli və sitrus, eyni zamanda quru subtropik və tumlu meyvəçiliyin ixtisaslaşdığı ərazilər müəyyənləşdirməliyik. Demək, birinci sualımızın cavabı qərzəkli olacaq. Qərzəkli Respublikamızın Şəki-Zaqatala iqtisadi coğrafi rayonundadır, yəni 6-ya uyğun gəlir. İkincisi, demək, çəyirdəkli meyvəçilikdir. Çəyirdəkli Naxçıvan ərazisinə uyğun gəlir. Üçüncüsü, demək, bizdə sitrus meyvəçiliyidir. Sitrus meyvəçiliyi 1-ə uyğun gəlir, cənub bölgəmiz. Demək, Astara rayonu verilib burada. Sonra quru subtropik meyvəçiliyi Respublikamızın Aran ərazisi və Abşeron ərazisindədir. O da 2-yə uyğun gəlir. Sonra nəhayət sonuncu demək, tumlu meyvəçilikdə Respublikamızın Quba Xaçmaz iqtisadi rayonuna, yəni Qubaya uyğun gəlir 4. Demək, cavablar bu şəkildə düzülməlidir. 6, 3, 1, 2, 4. 6, 3, 1, 2, 4 cavab C variantı demək olmuş olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımız 14-cü sual. Dünyada müvafiq olaraq yük və sərnişin daşımasında birinci olan nəqliyyat növü. Təbii ki, yük və sərnişin daşımada birinci olan nəqliyyat növü yükdə dənizdir, sərnişində də avtomobil nəqliyyatdır. Cavabımız olacaq C variantı. Dəniz nəqliyyatı 62%, avtomobil isə sərnişin daşımada 82%-dir. Birincisi yük daşımadır, ikincisi isə sərnişin daşımadır. Sonra 15-ci sual. İsveçrə və Avstriyada turizmin inkişafı daha çox bağlıdır. Təbii ki, dağlıq ərazi ilə daha çox bağlıdır. Ərazinin iqlim şəraiti və dağlıq olması cavab abəndidir ki, burada hər il təxmini olaraq 44 milyard dollar demək turizmlə gəlir əldə olunur Alp dağlarından. Ərazinin geoloji quruluşu təbii ki, bu o qədər yəni əlaqəli bir məsələ deyil. Geoloji quruluşu sadəcə suxurların nə vaxt yarandığını və hansı növ suxurlardan təşkil olunduğunu göstərir. Yəni tərkibində nə var və s. Ölkədə daha çox tarix, coğrafi obyektlərin olması ilə bu ölkələr daha çox dağlıq ərazi və olması və eyni zamanda iqlimin əlverişli olması, dağ mənzərələri və s. üçün el turizmi əsasən bu ərazidə inkişaf edib. İnsanlar asudə vaxtı yaxşı keçirmək üçün bu ərazilərə gedirlər. Sonra dəniz sahili bunların okeana çıxışı yoxdur. Tropik və subtropik bunlar Avropa tropik iqlim kuşağında yerləşmir. O səbəbdən yəni cavabımız A variantı olmuş olur ki, bu da yəni ki, sualların izahı da burada